Qoç, çətinliklər sizi qorxutmur. İstənilən problemi həll etmək gücündəsiz. Hətta hadisələrin inkişafı gözləmədiyiniz bir məcraya yönəlsə belə özünüzü itirmirsiniz. Düzdür, işdə baş gicəlləndirici uğurlar gözlənilmir, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız olacaq. Buğa, qeyri-adi hərəkətləriniz, orijinal ideyalarınız hər kəsi heyrətləndirəcək. Bugün baş verənlər adi hadisələr deyil. Bu səbəbdən sizin davranışınız da adi olmayacaq. Güclü emosiyalar, yeni təəssüratlar, hadisələr uzun müddət yaddaşınızdan silinməyəcək. Maddi durumunuz düzələ bilər. Əkizlər, əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və uğurlu nəticələr qazanırsınız. Ulduzlar bəzi nüanslara xüsusi diqqət yetirməyi tövsiyə edir. Xərçəng, gün gözəl və məhsuldar keçərkən bir sıra gözlənilməz hadisələr baş verə bilər. Heç nəyi diqqətsiz qoymaq olmaz. Odur ki, müşahidə qabiliyyətinizi itiləyin. Xırdalıqları qaçırmayın. Qərarlarınızı, fikirlərinizi açıqlamağa tələsməyin. Planları müzakirə etmək vaxtı hələ yetişməyib. Şir, işdə uğurlar qazanar, çoxdankı məqsədlərinizə çata bilərsiniz. İstədiyinizi almaq üçün maneələri aşmağa, zəhmət çəkməyə hazırsınız. Tərəfdaşlarınız qələbələrinizlə qürur duyurlar və bunun sevincini paylaşmağa hazırdılar. Azacıq maliyyə itkilər ola bilər. Qız, parlaq, yadda qalan gündür. Sevinmək üçün asanlıqla bəhanə tapırsınız. Odur ki, pasiv emosiyaların qıtlığından şikayətlənməyəcəksiniz. Ancaq narahatlığınız da az olmayacaq. İstənilən xırdalığı ürəyinizə salmağa meyillisiniz. Təmkinliyinizi qoruyun, bunu bacaracaqsınız. Tərəzi, dünyanızı dəyişdirmək üçün gücünüz yetər. Əsas odur ki, hərəkət istiqamətinizi düzgün seçəsiniz. Eyni zamanda bir neçə iş görməklə heç nəyə nail ola bilməyəcəksiniz. Yaxşı olar ki, doğrudan da vacib hesab etdiyiniz bir işlə məşğul olasınız. Əqrəb, zərif cinsi nümayəndələri ilə ünsiyyət sırf qadın tədbirlərinə qatılmaq üçün münasib gündür. Üstəlik, nüfuzlu adamlarla işgüzar danışıqlar aparmaq və vacib məsələləri müzakirə etmək olar. Cazibəniz istədiyinizə çatmağa imkan yaradır. Ox atan, möhtəşəm hadisələr gözləməyin. Əvvəlcə başladığınız işi sakitcə sona yetirə bilərsiniz. Düşmənlərinizin işinizə qarışacağından yaxud şəraitin istəmədiyiniz axarda dəyişəcəyindən qorxmayın. Bədxərçilik etməyin. Yaxın zamanlarda vacib bir iş üçün sizə çoxlu pul lazım olacaq. Oğlaq, cəmiyyətdə baş verən proseslər, siyasi xarakterli hadisələr həyatınıza güclü təsir göstərir. Fəlsəfi və sosial suallar fikrinizi məşğul edir, şəxsi işləriniz ikinci plana keçir. Xoşbəxtlikdən bu ciddi itkilərə yol açmayacaq. Ulduzlar biraz da özünüz haqda düşünməyi tövsiyə edir. Dolça, ünsiyyət bacarığı müxtəlif xasiyyətli insanlarla dil tapmaq məharətiniz köməyinizə gələcək. Planlaşdırılmamış görüşlər qarşınızda yeni perspektivlər açacaq. İdeyalarınızı gerçəkləşdirmək, möhtəşəm bir nəticə ortaya qoymaq şanslarınızı qaçırmırsınız. Balıqlar, cazibəniz, gözəl zövqünüz, xoş rəftarınız diqqətdən kənarda qalmayacaq. Təsadüfi tanışınız, iş ortaqlarınız yaxud da rəhbəriniz olacaq bir şəxslə görüşünüz əla keçəcək. Hamıda gözəl təəssüratlar yaradacaqsınız. Sərfəli sövdələşmələr də edə bilərsiniz.